Bence bu məlumatı eşitmişsiniz, amma da məndən eşidin. Mövzumuz Benon haqqındadır. Bilirsiniz ki, artıq 2026-cı ildə Benonun komiksi gəlir. Yəni Sony bərbad rebootdan sonra komiks çıxarmaq qərarına gəldilər. Məncə yaxşıdır. Amma sadəcə biraz dəyişikliklər var. Hekayə yuxarı-aşağı eyni olacaq məncə. Amma artıq bu saatın sadəcə bu 3 adamdan başqa dövlətin də yəni bundan xəbəri var. O daha işi çətinləşdirəcək məncə. Yəni çizim tarzına baxsa biraz artıq ciddi, qorxunc və dark bir şeylər etmək istəyiblər. Birinci saatdan danışaq. Saat normal saat kimi yox, daha çox elə uzaydan düşən kimi saat kimi görsənir. Yəni biraz texnologik görsənir. İkinci olaraq isə uzaylıların qorxuncluğudur. Yəni belə desəm, niyə bu qədər çirkinləşdiriblər, heç bir fikrim yoxdur. Biraz da qəribəliklər var. Birincisi elmas kafadan bəhs eləmək istəyirəm. Niyə bu, yəni üstsüzdür. İkinci olaraq 4 qol çizimini görürük, yaxşıdır. Yəni sadəcə qorxuncdur biraz, amma zaten hamısı qorxuncdur. Ondan sonra ateş topu var. Ateş topu məncə yaxşıdır. Zaten klassikdə olan, gələcəkdə olan Benon Tanın ateş topu versiyasına oxşuyur. Yəni bu Çindən çıxan alovlar və s. İkincisi bu Cannonball, desən türkçəsi yıldırım güllə idi mi nə idi? Abi bu nədir? Yəni bunu kim tasarlayıb? Bundan iyrənc bir şey yoxdur həqiqətən. Yəni uzaylıların içində ən iyrənci budur. Qalanlar da əslində iyrəncdir belə baxsan. Məsələn, niyə Şimşək qız bu qədər çirkindir? Geri maddə, yəni bu nə tasarımdır? Yadıma Cem Yılmaz düşdü. Özüm deməyəcəm, amma o səsini qoyacağam. Almış yanına 2 yaverini. Məndə bəzi karakterlər də yoxdur. Əgər sən qurmaq istəyirsənsə, sənin gölcə hayalətin hanı? Yaban köpəyin hanı? Yüzən çenin hanı? Yəni bu balıq adamdır, bu ruhdur. Yəni bunlar olmalı idi. Əgər sən qorxunc Benon kainatı falan yaratmaq istəyirsənsə, bunlar olmalı idi məncə. Siz nə düşünürsünüz? Yorumlarda yazın.